Salam, hər vaxtınız xeyir olsun. Bugün yumşaq, pambıq kimi biskvit hazırlayırıq. Gəlin keçək hazırlama qaydasına. Lazım olan ərzaqlar. Qaba 6 ədəd otaq hərarətində olan yumurtanın ağı, 1 çimdik duz əlavə edib mikserlə ağarana qədər çalırıq. 180 qram şəkər tozunu üzərinə hissə-hissə əlavə edirik. Tam ağarıb qatlaşdıqda 6 ədəd yumurtanın sarısını bir-bir əlavə edib yenidən çalırıq. Ardınca üzərinə 210 qram un, 5 qram vanil, 10 qram qabartma tozu, 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edib asta-asta qarışdırırıq. Sonda üzərinə 5 xörək qaşığı qaynar su əlavə edib yenidən qarışdırırıq. Hazır olduqda heç gözlətmədən əvvəlcədən hazırladığımız qəlbə töküb 170 dərəcədə isidilmiş sobada 45-50 dəqiqə bişiririk. Bu reseptlə yumşaq, pambıq kimi mükəmməl biskvit alınır. Hazırlayan hər kəsə nuş olsun.